də bacıların mehribanlığı gözümüzdən qaçmadı. Əslində mən Zeynəb xanımı burada görəndə çox sevindim, belə deyərdim ki. Yəni ki, Hər gün burada olur, hər gün biz vardıyıq, hər gün. tez-tez gəlirsiniz. Çox tez-tez. Elə boş vaxt tapan kimi Nasbər xanım deyir ki, bacışqa, gəl getdik bağa. Mən sənə bir söz deyim, ümumiyyətlə, mənim bir dənə balaca boyda tikə tapsam, onu mən bölməsəm, onu mən heç öyə bilmərəm. O tikə qalar orada, aylarla, illərlə və o məhv olub gedir. Əslində həmişə biz görmüşük Nasbər xanım evlatlarından, doğrudan Zeynəb xanım, yəni bir-birinizlə belə mehriban, dəstək olmusunuz. Düzdür, hərdən Zeynəb xanım amma giləy güzar eləyib ha Nasbər xanım. Uman yerdən küsərlər. Uman yerdən küsürlər. Mənim sözüm olanda hərdən bir də görsən, çaşıram, efirdən deyirəm. Vallahi çox adam elə bilir ki, bizim aramız yoxdur ya, Allah eləməmişim. Elə bu gün görəcəklər ki, tamaşaçılar əksində necə mehriban ailədirlər. Bizim bir dəqiqəmiz bir-birimizdən xəbərsiz keçmir.